Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. İlk öncə səhhətimlə bağlı səsimdə olan problemə görə hər birinizdən üzr istəyirəm. Lakin bu videonu hazırladım ki, 24-26 iyun tarixində keçiriləcək olan sertifikasiya imtahanlarında kurikulumla bağlı sualları cavablaya biləsiniz. Təbii ki, nə qədər dəqiq izah etməyə çalışsaq da, müəyyən formada sualların məzmununda, hazırlanmasında dəyişiklik ola bilər. Lakin biz bütün imtahanlarda gördük ki, istər sertifikasiya sınağında, istər bundan əvvəl təşkil olunmuş sertifikasiya imtahanlarında müəllimin fən bacarığı ilə yanaşı, onun həm də həmən fənni tədris etmə və belə deyək, təhsildə əsas məqamlarla bağlı məsələlər metodikadan, yəni kurikulumdan müəllimlərimizdə yoxlanılır. Qiymətləndirmə mövzusuna toxunulur müəllimlər. Qiymətləndirmə mövzusu ilə bağlı mən bilirəm ki, hər birinizin məlumatı var, çünki sertifikasiya işləyən müəllimlərin imtahanıdır. İlk öncə yadda saxlamaq lazımdır ki, şagirdin illik qiymətinə təsir edən qiymətləndirmə summativ qiymətləndirmədir və summativ qiymətləndirmə nailiyyətləri, yəni son nailiyyətləri qiymətləndirir. Və hər bir qiymətləndirmə həm də müəllimin fəaliyyətini özündə əks etdirir. Bundan başqa müəllimlər diaqnostik qiymətləndirmə ilə bağlı. Siz bilməlisiniz ki, şagirdə biraz loru dildə izah edəcəm. Nə var, nə yoxsa bu diaqnostik qiymətləndirmə vasitəsilə həyata keçirilir. Bundan başqa formativ qiymətləndirmə biz görürük ki, testlərdə geniş yer verilir. Çünki müəllimin hər gün apardığı qiymətləndirmə, önəmli qiymətləndirmələrdən hər biri önəmlidir. Sadəcə olaraq hər gün apardığı qiymətləndirmə, dərs prosesini əhatə edən qiymətləndirmə məhz formativ qiymətləndirmədir. Ona görə də müəllimlər formativ qiymətləndirmənin xüsusiyyətlərinə xüsusi diqqət yetiririk. İzlənmə, müşahidə, gündəlik fəaliyyət, bax bu kimi ifadələr hər biri deməli formativ qiymətləndirməyə aiddir. Summativ ilə bağlı sınaqda biz test görmüşdük ki, summativ qiymətləndirmə də şagirdin sinifdən sinifə keçməsinə təsir edir. Yeganə kəmiyyət qiymətləndirməsidir. Gələk taksonomiya ilə bağlı məsələlərə. Biz görürük ki, müəllimlər 2 sual taksonomiyadan düşür. Bunu da mən sizə belə izah edim ki, müəllimin dərs zamanı ümumiyyətlə məktəb tədrisində, deyək ki, məktəb zamanı belə deyilən, ən çox şagirdlərə verdiyi tapşırıqlar taksonomiya üzrə tənzimlənir. Nə deməkdir bu? Müəllim taksonomiyanın, idrak taksonomiyasının mərhələləri üzrə onları yoxlamaq üçün şagirdlərə sual verir. Düzdür, hər bir kəs öz fənninə, öz ixtisasına uyğun çox da taksonomiya ilə bağlı test işləməyib. Lakin yadda saxlamaq lazımdır bu 6 mərhələni və yenə deyirəm, fən bacarığınızı işə salırsınız. Əgər sizin fənninizlə bağlı əzbər bilik varsa, sadəcə olaraq bir şeyi sadalamaq lazımdırsa, əzbər formada yada salmaqla demək lazımdırsa, bu deməli xatırlama mərhələsidir. Əgər bir şey nümunə gətirirəmsə, izah edirəmsə, baxırsınız ki, əgər onu öz sözlərimlə deyirəmsə, deməli burada anlama bacarığı lazımdır. Digər tərəfdən tətbiq ilə bağlı. Müəllimlər, tətbiq konkret şagirdə birbaşa tapşırılan tətbiqi tapşırıqdır. Və hər bir kəs öz fənni ilə bağlı tətbiqi tapşırıqları bilir. Məsələn, təcrübə aparmaq kimya fən müəllimləri üçün artıq tətbiqə bir işarədir. Eləcə də fizikada müəyyən deməli misalların və yaxud da məsələlərin həll olunması tətbiq ilə bağlı məsələdir. Amma düstura əsasən, hər hansı bir teorema əsasən, keçilən teorema əsasən nəyisə keçmək, nəyisə daha doğrusu həll etmək, nəyisə yazmaq artıq anlamaq mərhələsi olur. Yenə də xatırladıram, düstura əsasən, teorema əsasən, müəllim keçən teoremə, düstura əsasən nəyisə hesablamaq, yazmaq, anlamaq mərhələsidir. Bu da ona görədir ki, daha da aydınlıq verim sizə. Həmən deməli, müəllim bir dərsi keçir, həmən düsturdan istifadə etməyimi istəyərək bir misal məsələ yazmağımı istəyirsə, yoxlamaq istəyir, görək mən həmən düsturu anlamışammı? Həmən düsturla misal yaza bilirəmmi? Ona görə bu anlama gedir. Təhlillə bağlı məsələlər çox düşür müəllimlər. Təhlillə bağlı məsələlərdən faydalısını seçmək, səmərəlisini seçmək, bax diqqət etməliyik bu məqamlara. Faktlarla, nümunələrlə nəyisə əsaslandırmaq, faktlarla, nümunələrlə nəyisə ortalığa qoymaq artıq təhlil mərhələsidir. Və dəyərləndirmə, sizin öz fikriniz, müəllimlər, yadda saxlayıq, öz fikrimiz, öz fərziyyəniz, baxın, iniz. Bax, özünüzün fikri, özünüzün dəyərləndirməniz, sizin fikrinizi əgər bir şey bildirirsinizsə, yəni şagirdin fikri olursa, bu mənada biz bilməliyik ki, cavabımız dəyərləndirmə olacaq. Yaratmayla bağlı. Konkret olaraq şagird fərqli bir iş görməlidir. Şagirdin gördüyü iş
auditoriyanı belə deyək maraqlandırmalıdır və gördüyü iş digərlərin gördüyü işdən fərqlənməlidir. Özünə məxsus bir iş olmalıdır. Sinifin idarə edilməsi məsələləri müəllimlər. Bu deməli situasiya tipində düşür və orada müəyyən bir formada şagirdlərin davranışı ilə bağlı və yaxud da ki, hər hansı bir məsələ ilə bağlı müəllimin etdiyi fəaliyyətlərlə bağlı məsələlər öz əksini tapır. Yenə də qeyd etmək istəyirəm ki, həmən testlərdə situasiyanı oxuyuruq, situasiyanı fikrimizdə canlandırırıq. Doğrudur, siz imtahana gedəndə deyilən bütün fikirləri həyəcandanmı və yaxud imtahan ab-havasındanmı unuda bilərsiniz. Amma çalışın ki, unutmayın. Situasiya verilib, birinci fikrimizdə canlandırırıq, onu təsəvvür edirik, onun mənfi yoxsa müsbət hal olduğunu müəyyənləşdiririk. Testin qabağına müsbət və yaxud da mənfi bir işarə qoyuruq dəftərimizdən verilən kağızdan mı, hər hansı bir formada, yəni müəyyənləşdiririk ki, bu mənfi haldır. Və artıq sonra cavablara baxırıq. Əgər doğrunu istəyirsə, mütləq şəkildə mənfi fikirlərdən, kobud fikirlərdən uzaq dururuq. Yalnız bunu etmək, mütləq bunu etmək. Diqqətli oluruq bu cümlələrdə. Hamıdan yaxşısan, kimlənsə fərqləndirmək varsa, rəqabət varsa, uzaq dururuq bu cümlələrdən. Yəni, səhv istəyəndə seçə bilərik onu. Və yaxud interaktiv təlim, interaktiv. Bunu qeyd edeyim, müəllimlər. Bəzən interaktivlə inteqrasiya qatılır. Aktiv. Özüm də qatırdım elə. Deməli, interaktiv. İnteraktiv təlim sual. Bununla bağlı bir sual düşsə, deməyin ki, görəsən interaktiv təlim nə idi? Xüsusi bir məqam axtarmağa ehtiyac yoxdur. Bir dənə tərifini deyirəm sizə. Qarşılıqlı fəaliyyətə əsaslanan bir təlimdir. Yəni, müəllim şagird, şagird şagird. Yəni, müəllimlər nə deməkdir? Elə kurikulum deməkdir interaktiv təlim. Ona görə də interaktiv təlimlə bağlı, belə deyək, testlərdə siz bütün müasir kurikuluma aid cümlələri düz götürürsünüz. Amma müəllim mərkəzlidir, müəllimin belə kəskin nəzarəti, ancaq müəllimdir informasiya mənbəyi, müəllim şagirdlərə heç qarışmır, onlarla birgə fəaliyyət göstərmir. Bax, bu kimi kobud cümlələr interaktiv təlimə aid deyil. İnteqrasiya ilə bağlı məsələyə toxunmaq istəyirəm. Bu, ən belə deyək, sual doğuran bir məsələ oldu müəllimlər. İnteqrasiyada müəllimin yaratmaq istədiyi inteqrasiya, məqsəd, o məqsəd əsasdır. Biz görürük ki, artıq imtahan başlayandan bir çox testlər fənlər arası inteqrasiya götürülür. Amma bu o demək ki, biz gözümüzü yumub hər hansı bir testi fənlər arası götürək ki, qətiyyən müəllimlər belə bir hala yol vermirik. İnteqrasiyanın fənüstü götürmək üçün mütləq şəkildə orada fikir verin ki, müəllim şagirdə öz həyatı ilə bağlı, özünün də içində olduğu bir həyatla bağlı hər hansı bir tətbiqi tapşırıq verir. Məsələn, şagirdləri alıb müəllim bufetə düşsə, fənüstüdür. Şagirdləri alıb məktəbin həyətinə düşüb, məktəbin həyətində öz keçilən fənlə bağlı hər hansı bir tapşırıq versə, tapşırığı tapşırmalıdır müəllimlər. Tətbiq olunmalıdır, fənüstüdür. Və yaxud evi ilə bağlı, həqiqətən şagirdin əlində olan, belə deyək, real olaraq şagirdin həyatında olan bir ev əşyasına mı bağlı, evinin həyətinə mi bağlı bir məsələnin tətbiqini tapşırsa müəllimlər, bu fənüstü inteqrasiyadır. Fikrimi daha da aydın izah eləmək istəyirəm sizə. Baxın, fənlər arası inteqrasiyada cümlələr belə başlayır. Siz nəyisə hazırlayırsınız, siz qrupun üzvüsünüz, məktəb bufetinin deməli 7 günlük menyusu hazırlanmalıdır. Hazırla demir ki, və yaxud da hansı məktəb bufetindən söhbət gedir, bilinirmi müəllimlər? Yəni, yadda saxlayırıq ki, məsələn, məktəb bufeti ilə bağlı suala gəlir. Deyir ki, məktəb bufetinin 7 günlük menusunu hazırlamalısınız. Bax, bu fənlər arasıdır. Amma müəllimdir ki, uşaqlar, bufet işlədəndən icazə almışam, 20 dəqiqəlik düşəcəyik bufetə və orada bufetdəki olan ərzaqlardan istifadə edərək 7 günlük bir menü hazırlayacağıq. Və düşürlər, başlayırlar hazırlamağa. Bax, bu fənüstü inteqrasiyadır müəllimlər. Qaldı ki, fən daxili ilə bağlı biz görürük ki, çox toxunulmur. Bir öz nüansımı qeyd eləmək istəyirəm. Bunu, belə deyək, mənim fikrim kimi yadda saxlayırsınız. Ümumiyyətlə, harada fənüstü inteqrasiya varsa, müəllimlər, mümkünsüzdür ki, orada ikinci bir fəndən istifadə olunmasın. Yəni, fənüstü inteqrasiya olan yerdə fənlər arası inteqrasiya olur. Lakin bunu biz deyirik və görürük. Və yaxud da ki, elə bir dərs ola bilərmi ki, müəllim orada, deyək ki, fizika fənnindən, kimya fənnindən və yaxud Azərbaycan dili fənnindən dərs keçsin, fən daxili inteqrasiya eləməsin. Belə bir şey mümkündürmü? Yəni, ona qalsa, bütün testlərdə fən daxili inteqrasiya var. Və yaxud da bütün fənüstü testlərdə deməli, fənlər arası inteqrasiya var. Lakin bu əsas götürülmür. Məsələn, görürük ki, deyir,
iqlim qurşaqları dərsində 3D modelindən. Bax, görürsünüz, göz önünə sərgiləyir ki, müəllim, bax, burada fənlər arası var. 3D modeli, informatika, iqlim qurşağı, coğrafiya sərgiləyir, göstərir, qeyd edir bunu. Yəni, müəllimin məqsədi də burada fənlər arası inteqrasiya yaratmaqdır. Digər tərəfdən, məzmun xətlərindən açıq-açıq danışır fən daxili üçün. Və fənn üstünə yenə deyirəm müəllimlər, şagirdin həyatı ilə bağlı. Məkan önəmli deyil. Sinifdə ola bilər, məsələn, məktəb həyətində ola bilər, şagirdin evində ola bilər, ev həyətində ola bilər. Bax, məsələn, elektrik çaydanla bağlı bir tərəddüdlü sual vardır. Müəllimlər deyirlər ki, yox, belə bir şey olmaz. Təbii, mən də qatılıram orada ki, müəyyən mənada problemli sual idi. Lakin müəllim şagirdə o sinifin içində bir elektrik çaydanında toka taxıb, belə deyək, hər hansı bir formada o suyu qaynadıb nəsə ortaya çıxartmağını istəsəydi, tapşırsaydı ki, bax, gətirmişəm evdən. Əli, gəl, çıx bu çaydanı, elektrik çaydanını qaynat, bir nəfər də sayğaca baxacaq. Və müəyyənləşdirəcəyik ki, bir elektrik çaydanı nə qədər enerji sərf edir, hesablayacağıq. Bax, bu fənn üstü inteqrasiya oldu. Müəllim dərsini hazır, real, sinifdə gətirdiyi elektrik çaydanına bağladı. Amma hazırlamalısınız, etməlisiniz. Turistlər gəlmişdi, nə bilim, Azərbaycan haqqında məlumat verməlisiniz. Eləyə qalsa müəllimlər, bütün coğrafiyada tapşırıqlar hamısı fənn üstü olar. Yəni, diqqətli olmaq lazımdır. Ümid edirəm ki, bu videonun sizin imtahanlarda böyük ölçüdə kömək olar. Ona görə çox diqqətlə dinləyin müəllimlər. Çalışın ki, fikirlərimi tam olaraq aydın, belə deyək, götürməyə çalışın və mütləq yadda saxlayın dediklərimi ki, situasiya tipli testlərdə şagirdin və yaxud da müəllimin yerinə özünüzü qoyursunuz, həmən tapşırığı yerinə yetirirsiniz və fənninizlə bağlı biliklərinizdən istifadə edirsiniz. Çox sağ olun, hər birinizə uğurlar.